Deməli, Təhsil Qanunu maddə 32-də təhsil alanların hüquq və vəzifələrindən danışılır. Dedik ki, hüquq dövlətin bizə verdiyi səlahiyyətdir. Biz onu istəsək edərik, istəsək etmərik. Yəni kimsə bizə heç nə deyə bilməz. Niyə etdin, niyə etmədin? Yəni bu mənim hüququmdur. Dövlət bunu mənə veribsə bu hüququ, istəsəm edərəm, istəsəm etmərəm. Məsəl üçün, mən öz övladımı 85 nömrəli məktəbdə oxutmuram, məsəl üçün 55 nömrəli məktəbdə oxuduram. Yəni bu mənim valideyn olaraq da mənim hüququmdur. Mən bunu edə bilərəm. Amma bir də var ki, vəzifə. Vəzifə isə boynumuzun borcudur. Mütləq şəkildə biz o vəzifəni yerinə yetirməliyik. Yəni dövlətin qoyduğu qayda qanundur. Vəzifəni əgər biz bunları yerinə yetirməsək, müəyyən cəza tədbiri görülə bilər. Yəni dedik ki, hüquq bizim seçimimizdir. Öz dövlətin bizə verdiyi səlahiyyətdir. İstəsək edərik, istəsək etmərik. Kimsə qarışa bilməz. Niyə etdin də deyən olmaz, niyə etmədin də deyən olmaz. Amma vəzifəni mütləq şəkildə mən yerinə yetirməliyəm. Bu mənim vəzifəmdir, bu mənim boynumun borcudur. Mən bunu yerinə yetirməliyəm. Məsəl üçün, mən valideyn olaraqdan 55 nömrəli məktəbdə övladımı oxuduram, digər 85 nömrəli, 95 nömrəli məktəbdə oxutmuram. Mən bunu da oxutmaq istəyirəm. Kimsə buna qarşı bilməz, deməz ki, ay valideyn, sən niyə övladını bu məktəbdə oxutmursan, bunu da oxudursan. Ola bilər, oxuda bilərsən. Amma valideyn olaraqdan deyə bilməzsən ki, övlad mənimdir, mən onu məktəbə qoya bilmərəm, oxumasın, yəni oxutmuram, yəni bunun cəriməsi var. Hər bir valideyn öz övladını mütləq şəkildə 9-a kimi oxutmağa məcburdur, 9 illik məcburdur ki, oxusun, yəni təhsil alsın. Təhsildən yayındıra bilməz bir valideyn öz övladını. O, mütləq şəkildə təhsilə cəlb etməsi elə valideynin özünün vəzifəsi sayılır ki, o təhsilə yönətməlidir, təhsilə cəlb etməlidir. Həmçinin də uşaq mənimdir, yəni mən bir valideynəm və mən öz övladımı istədiyim kimi işlədə bilərəm, deyə də bilməz. Ona görə ki, dövlət hər bir uşağın üzərində məsuliyyət, yəni diqqətçildir. Məsəl üçün, valideyn deyir ki, mən bunun anasıyam, valideyniyəm, atasıyam, övladım getsin, ağır işlərdə işləsin, yaşına uyğun olmayan yerlərdə işləsin və yaxud 15 yaşından haralardasa işləsin. Yəni, bu yol verilməzdir. Yəni, bir valideyn olaraqdan, valideyn olsa da bunu edə bilməz. Deməli, bu uşaq sadəcə təkcə valideynin övladı deyil, həmçinin də dövlətin övladıdır. Bizim gələcək nəsillərimizin, gələcək cəmiyyətimizin bir üzvü də olar. Gələcəyimizin atası, anası, həkimi, müəllimi, mühəndisi, yəni gələcək cəmiyyətimizə yararlı vətəndaşların yetişməsi üçün mütləq şəkildə dövlətimiz əlbəttə ki, hər tərəfli diqqət mərkəzində saxlayır bütün hər kəsi. Deməli, dedik ki, hüquq, təhsil alanların hüquq və vəzifələrinə baxırıq. Dedik ki, hüquq dövlətin verdiyi bir səlahiyyətdir, icazədir. İstəsəm mən bunu edərəm, istəsəm etmərəm, amma vəzifəni mütləq şəkildə etməliyəm. Deməli, bütün təhsil müəssisələrinin təhsil alanları, məzunları bərabər hüquqlara malikdirlər. Onlar eyni hüquqa malikdirlər. Deyək ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada təhsil müəssisələrinə qəbul olunmaq. Bu, təhsil alanın hüququdur. Məsəl üçün, qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər bir şagird təhsil müəssisəsinə qəbul oluna bilər. Bu, bunun hüququdur. Sonra deyir ki, təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını, təhsil alma formasını, tədris dilini və xarici dili sərbəst seçmək. Bu da hüququdur. Məsəl üçün, bu hüquq və vəzifəyə baxanda ən çox da seçmək, almaq, bu sözlər varsa, biz daha rahat tapa bilərik ki, hüquqdurmu, vəzifədirmi deyəm. Bəzən vəzifələrdə də bu etmək, almaq sözü ola bilir, amma yenə də məntiqlə bunu ayırmaq olur, başa düşərəkdən ayırmaq olur bir-birindən. Həmçinin birinci, məsəl üçün, tapmaq lazımdır ki, səsim gəlir Sevinç xanım sizə? Bəli, mənə gəlir. Birdən səs, internet getmiş olar deyirəm. Deməli, məsəl üçün, belə deyək də,
belə deyək ki, məsəl üçün təhsil alanların hüquqları deyəndə, məsəl üçün hüququ dedik ki, öz seçimidir, öz istəyidir. Bu da qanun çərçivəsi içərisindədir də, bəli. Məsəl üçün bu hüququ öz seçimində sərbəst seçmək deyiriksə, əgər sərbəst seçmək sözü varsa, mütləq ki, bu hüquqdur. Əgər mən bir şeyi sərbəst seçirəmsə, əlbəttə ki, bu mənim hüququm ola bilər də. Belə məntiqlə tapmaq olur, başa düşərəkdən də, daha diqqətli oxuyanı, diqqətli fikir verəni daha yaxşı başa düşmək olur. Deməli, ilk öncə bu hüquq və vəzifəni necə tapmaq daha rahat olur da. Məsəl üçün, mən oxudum, baxın, oxuyuram, deyirəm ki, təhsil müəssisəsinin, təhsilin istiqamətini, ixtisasını, təhsil alma formasını, tədris dilini və xarici dili sərbəst seçmək. Bunu oxudummu? İndi mən bunu ayırıram, kimə aiddir? Valideynəmi, şagirdəmi, müəlliməmi? Kimə aiddir bu? Əgər bu təhsilin formasını seçirsə, dil seçirsə, deməli əlbəttə ki, bu şagirdə aiddir də, təhsil alana aiddir. Deməli bu təhsil alana aiddirsə, deməli indi sonra deyirəm bu hüququdurmu, ya görəsən bu vəzifəsidirmi? Baxıram ki, bu xarici dili özü sərbəst seçir də. Sərbəst seçirsə, əlbəttə ki, bu onun hüququ sayılır. Sonra deyir ki, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Yenə də mən bunu ayırıram. Bu şagirdəmə aiddir, müəllimə aiddir, yoxsa valideynə aiddir? Əgər bu keyfiyyətli təhsil alırsa, təhsil alan kimdir? Təhsil alan əlbəttə ki, şagirddir də, təhsil alan şagirdə deyirlər. Deməli, bu hüquq, bu oldu hüquq, həm də şagirdə aiddir. Demək, birinci tapdıq, bu hüquqdur və kimə aiddir? Şagirdə aiddir. Ola bilər, birinci biz ayırda bilərik, hüquqdur, vəzifədir və ondan sonra da kimə aid olduğunu yönləndirə tapa bilərik. Ola bilər, kimə aiddir və ondan sonra hüquq və vəzifə olduğunu yenə ayıra bilərik. Deməli, bu testlərdə ardıcıllıqdan verilmir. Biz belə materialda ardıcıllıqdan görsək də, ardıcıllıqdan verilmir. Orada qarışıq verilə bilir də. Məsəl üçün, bir hüquq verildi, sonra o bir vəzifə verilir, qarışıq ola bilər. Deyir ki, məsəl üçün, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq. Əlbəttə ki, hər bir şagirdin, hər bir təhsil alanın hüququdur ki, o həmən təhsil aldığı müəssisədə mənəvi sağlam psixoloji mühit olmalıdır. Yəni, dövlət standartlarına uyğun keyfiyyətli təhsil almalıdır, almaq bunun hüququdur hər bir şagirdin. Sonra digər hüquqa baxaq, deyir ki, müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti, o cümlədən dərsdənkənar məşğələlər, fakultativ kursları seçmək. Biz yenə ayırırıq, bu kimə aid idi bu? Bu təhsil alana aiddir də. Bu dərsdənkənar məşğələni seçirsə, əlbəttə ki, bu təhsil alana aiddir. Baxırıq, bəs bunun hüququdurmu, vəzifəsidirmi? Burada yenə, əgər bu öz istəyi varsa, öz istəyinə seçirsə, əlbəttə ki, onun hüququ olacaq, hüququdur. Sonra deyir ki, ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestr üzrə kreditlərin miqdarını, təhsil verilən və tutorlar sərbəst seçmək, bu da təhsil alana aiddir və hüququdur. Sonra deyir ki, təhsil müəssisəsi mövcud infrastrukturundan tədris, istehsala, elmi tədqiqat, informasiya, mədəni məişət, idman, sağlamlıq mərkəzindən, laboratoriyadan, kitabxanadan və s. istifadə etmək. Məsələn, hər hansı bir şagirdə məktəbdə heç kəs ona deyə bilməz ki, sən idman zalından istifadə etmə, məsələn, kitabxanadan istifadə etmə, hansı maddi texniki tədris bazı infrastrukturuna istifadə etmə, kompüterdən istifadə etmə. Heç kəs deyə bilməz bunu. Ona görə ki, onlardan hamısından istifadə etmək şagirdin özünün hüququdur. Hər birisindən sərbəst şəkildə özü istifadə edə bilər. Yəni, kimsə qarışa bilməz. Yəni, edə də bilər, etməyə də bilər. Sonra deyir ki, müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək. Bu da təhsil alana aiddir və onun hüququdur. Sonra deyir ki, elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq onun hüququdur. Sonra ki, fasiləsiz təhsil almaq. Məsəl üçün, biz dedik ki, yadınıza gəlmir, demişdik ki, məsəl üçün, bizdə təhsil fasiləsizdir. Fasiləsiz təhsil alırıq. Bağça həyatından sonra məktəbə keçid olur.
məktəbdən hazırlıq sinifindən sonra birinci sinif, yəni ibtidai dövr baş tutur 1-dən 4-ə kimi. İbtidaidən sonra ümumi təhsil olur, ümumi orta təhsil olur ki 5-9-cu sinifləri əhatə edir. Biri tam ortada 10-11-i əhatə edir və bunu bitirdikdən sonra artıq məzun olduqdan sonra universitetlərə sənəd verirlər və tələbə adını qazanır da hər bir şagird. Deməli, burada nə olur? Görürsünüz, burada fasiləsizlik var. Yəni, fasilə yaranmır da. Həmən fasiləsiz təhsil almaq hər bir təhsil alanın, hər bir vətəndaşın hüququdur. Həyat və sağlamlığı üçün təhlükəsiz və zərərli təhsil şəraiti ilə təmin olmaq. Hər bir şagirdin hüququdur ki, təhlükəsiz və zərərli təhsil şəraiti ilə təmin olmaq. Məsəl üçün, bu da çətin deyil ayırmaq, testlərdə düşəndə. Yəni, birinci dedim ki, diqqətli olun, yadınızda saxlayın ki, ayırırıq, kimə aiddir bu? Mən bunu oxudum, baxıram, bu kimə aiddir, bu kimə aid ola bilər? Kimə aid, hansını kimə aiddirsə onu tapıram, ondan sonra baxıram, hüquqdurmu, vəzifədirmi? Deməli, əlbəttə ki, həyat və sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti təmin olunmaq hər bir şagirdin hüququdur, şagirdə aiddir və hüquqdur. Ona görə ki, yəni əlbəttə ki, hər hansı bir təhsil müəssisəsində ilk öncə təhlükəsizlik şəraiti, yəni təhlükəsiz bir şərait yaratmaq təhsil müəssisəsinin rəhbərinin əsas işidir, əsas vəzifəsidir. Əgər o təhlükəli bir şərait olarsa, orada o müəyyən cəza tədbiri görülə bilər o müəssisə rəhbərinə. Ona görə mütləq şəkildə hər tərəfli həmən təhsil müəssisəsinə yəni təhlükəsiz və zərərsiz bir şərait yaradılmalıdır. Və hər bir uşağın da həyatı və sağlamlığı üçün təhlükəsiz və zərərsiz bir təhsil almalıdır da həmin müəssisədə zərərsiz və təhlükəsiz bir şəraitdə təhsil almalıdır. Sonra deyir ki, şərəf və ləyaqətini aşağılayan fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarını zidd hərəkətlərdən müdafiə olunmaq. Hər bir şagirdin əlbəttə ki, hər hansı bir zorakılıq nətər deyim, qarşılaşarsa, psixoloji və nəvi fiziki cəhətdən nəsə bir problemlə rastlaşarsa, əlbəttə ki, onun hüququdur ki, özünü bu hallardan qorusun. Sonra deyir ki, bu da hüququdur da. Sonra müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq. Yəni, onun hüququdur ki, təhsili müvəqqəti dayandıra bilər, hansısa bir səbəblərdən bu baş verə bilər. Sonra deyir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, yəni qurumun etdiyi qaydada biliyini yenidən qiymətləndirilməsini tələb etmək. Hər bir şagirdin hüququdur ki, o öz biliyini, öz savadını, məsəl üçün, ola bilir ki, testdən imtahana narazılığı var, biliyini qiymətləndirilməsi üçün müraciət etməlidir. Yəni, biliyinin yenidən qiymətləndirilməsini tələb etmək hər bir təhsil alanın hüququdur. Biz hələ hüquqlardan danışırıq da. Hüquq dedik ki, dövlətin verdiyi səlahiyyətdir. Yəni, biz ondan özümüz istədiyimiz kimi istəsək istifadə edərək, istəsək etmərək, kimsə qarışmaz. Sonra deyir ki, dövlət orta ixtisas təhsilli pilləsində peşə təhsili və ali təhsilin hər bir səviyyəsindən qanunverici olaraq yalnız bir dəfə pulsuz təhsil almaq bu hüquq sayılır. Dövlət və bələdiyyə ümumi təhsil və peşə təhsil müəssisələrinin dərsliklərə pulsuz təmin olmaq, yəni onun hüququdur. Yəni, əlbəttə ki, bizdə təhsil müəssisələrində pulsuz şəkildə kitablar paylanılır və həmən bu kitabları götürmək, onu oxumaq, ondan istifadə etmək hər bir şagirdin hüququdur. Sonra deyir ki, təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasına iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilata üzv olmaq.
Bu da hüququdur o şagirdin Teslanın. Sonra deyir təhsillə bağlı inkişaf yönlü tədbirlərdə, olimpiyada, bilik yarışları, fən müsabiqələri, konfrans, seminarlar, proqram layihələrdə iştirak etmək onun hüququdur. Yəni hər bir olimpiyadada, bilik yarışlarında, müsabiqələrdə iştirak edə bilər. Onun hüququdur. Sonra deyir ki, psixoloji sonra qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Harda qalmışdıq? Bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək təhsil alanın hüququdur. Psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq o da onun hüququdur. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Deməli, təhsil müəssisələrində qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla təhsil alanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir. Deməli, təhsil müəssisəsində deyir ki, qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla təhsil alanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol vermir. Məsəl üçün, təhsil müəssisəsində təhsil müəssisələri əlbəttə ki, dövlət təhsil müəssisələridir. Orada mütləq şəkildə biz qayda qanunları olan bir dövlətdə yaşayırıq, konstitusiyası olan bir dövlətdə yaşadığımız üçün mütləq şəkildə qayda qanuna riayət edilməsi lazımdır. Qanunvericilikdə nəzərdə tutulmuş şəkildə hərəkət etmək lazımdır. Mənim bu indiyə kimi sadaladıqlarım hər birisi şagirdlərin, təhsil alanların hüquqları idi. Yəni, o hüququ özü istədiyi kimi istifadə edə bilər, o hüququnu tələb edə bilər, ona görə ki, o onun hüququdur. Bir də var ki, təhsil alanların vəzifələrinə baxaq. Biz dedik ki, vəzifə dövlət tərəfindən qoyulmuş qayda qanundur. Mütləq şəkildə biz onu yerinə yetirməliyik. O bizim borcumuzdur. İndi baxaq görək vəzifədən danışanda vəzifəni necə başa düşəcəyik? Deyir ki, dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək. Məsəl üçün, mən bir təhsil alan kimi, məsəl üçün, dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməliyəm. Bu mənim vəzifəmdir. Bir də ki, vəzifəni hüququ belə ayıra bilərsiniz. Məsəl üçün, hansısa qınaq obyektinə çevirə bilərsiniz. Məsəl üçün, deyə bilərsiniz ki, dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək. Məni kimsə qınaya bilərmi? Yiyələnsəm necə olar, yiyələnməsəm necə olar? Əlbəttə ki, sən bir təhsil alan olaraqdan təhsil müəssisəsinə gəlirsənsə, bəs ona niyə gəlirsən, vaxtı niyə itirirsən? Ona görə mütləq şəkildə sən bunu vərdişlərə, bu biliyə yiyələnməlisən. Yəni, onu oxuyandan sonra özünüzü sual versən, görək ki, bu necə qarşılana bilər? Yəni, necə ola bilər ki, olarmı ya olmazmı? Əlbəttə ki, olmaz mütləq şəkildə. Əgər qınanılırsa, bu demək ki, vəzifədir. Hər bir təhsil alan məktəbə gəldiyi zaman dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsi onun borcudur, vəzifəsidir. O istəmirəm, biliklərə yiyələnmək istəmirəm, belə deyə bilməzdir. Əslində, indi oxumayan uşaqlar var, sadəcə amma o oxumamaq başqa bir şeydir, sadəcə o dilə gətirmək, yəni bu vəzifəni boynuna atmaq başqa şeydir. Üzürsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək. Məsələn, biz burada diqqət etirsək, görürsünüz ki, yiyələnmək, bilik və bacarıq və vərdişlərə yiyələnmək, vəzifənin sonunda belə bu sözlər var, baxın. Sonra, məsəl üçün, üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməməlidir şagird, tapşırıqları vaxtında keyfiyyətli yerinə yetirməlidir. Deməli, biz dedik ki, birinci oxuyuruq ki, kimə aiddir? Şagirdə aiddir, müəllimə aiddir. Deməli, bu şagirdə aiddir də.
şagirdə aiddir və bunun əgər bu keyfiyyətlə yerinə yetirmək deyirsə, bunun vəzifəsidir. Biz burada vəzifəni, hüququ belə ardıcıllıqla deyə gedirik deyə rahat da hüquqi vəzifə olduğunu tapmaq, amma testdə veriləndə birdən hansısa sualların ortasında verildiyi zaman bu bilmək olmur. Tam qarışıqlıq yarana bilər, çaşqınlıq yarada bilər. Ona görə ki, daha diqqətli olmaq lazımdır. Deyir ki, sağlam həyat tərzi keçirmək. Yəni bu şagirdə aiddir və onun vəzifəsini deyə bilərsiniz ki, yəni uşağın sağlam həyat tərzini keçirməsinin müəllimə nə dəxli, yəni digər uşaqlara nə dəxli var? Bu öz həyatıdır da, özünə aid bilər də. Amma ki, bəzən suallar olur belə bu cür ki, mən ona görə indi bunun açıqlamasını vermək istəyirəm. Yəni sağlam həyat tərzi keçirmək deyəndə bu şagird, bu təhsil alan dedik ki, bizim gələcək cəmiyyətimizin üzvüdür. Gələcək cəmiyyətimizdə yaşayacaq, cəmiyyətimizi davam etdirəcək bir şəxsiyyət olacaq, şəxsdir də. Ona görə mütləq şəkildə bunun elə balaca vaxtdan sağlam olması, sağlam həyat tərzi keçirməsi vacibdir. Həmçinin həm özü üçün, həm xalqımız üçün, həm öz gələcəyi üçün, həmçinin də ətrafını, çevrəsində olan şagirdlər üçün, insanlar üçün, mühit üçün. Ola bilər ki, Allah uzaq eləsin, onun hansısa bir pis vərdişi var. Pis vərdiş olmamalıdır. O pis vərdiş varsa sağlam insan deyil deməkdir. Həmçinin hansısa xəstəlik olarsa, o sinifdə, məktəbdə həmən xəstəliyi yaya bilər. Ona görə də mütləq şəkildə sağlam olması onun vəzifəsidir. Sağlamlığını qorumalıdır. Sağlam şəkildə məktəbə gəlməlidir. Sonra deyir ki, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq. Pedaqoji işçilər müəllimlərdir. Yəni məktəb işçiləridir, pedaqoji işçilər. Şərəf və ləyaqətə hörmətlə yanaşmaq. Biz bu şərəf və ləyaqət, bu hüquq və vəzifədə şərəf və ləyaqətə hörmətlə yanaşılmaqdan bir neçə yerdə rastlaşacağıq və danışacağıq. Deməli, şərəf və ləyaqətə hörmətlə yanaşmaq şagirdin vəzifəsidir. Hər bir məktəb işçisinin, təhsil işçisinin, pedaqoji işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq bu şagirdin vəzifəsidir. Mütləq şəkildə onların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Sonra deyir ki, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək. Əlbəttə ki, hər bir təhsil müəssisəsinin özünə uyğun nizamnaməsi vardır ki, bu nizamnamənin tələblərinə görə şagird riayət etməlidir. Yəni öz başına heç bir qanunsuz hərəkət etməməlidir. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyəti dərk etmək. Yəni bunu necə başa düşə bilərik? Dövlət, cəmiyyət və ailə özü qarşısında məsuliyyəti dərk etmək. Yəni bir şagird təhsil alan olaraqdan ailəsi və özü qarşısında məsuliyyətli olmalıdır. Məktəbdə sinif yoldaşları ilə, müəllimlərə, yəni ətrafına, çevrəsindəki insanlara qarşı məsul, yəni necə deyim, bir şagird olaraqdan və o şagirdin vaxtlı-vaxtında dərsə gəlməsi, getməsi, dərslərini yaxşı oxuması, nizam-intizam qaydalarına riayət etməsi və həmçinin də valideynləri üçün ağıllı, yararlı bir evlad olmasını düşünərəkdən bu məsuliyyəti o dərk etməlidir və yerinə yetirməlidir. Bu şagirdin vəzifəsidir. Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara, təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etməlidir. Bu vəzifəsidir. Mütləq şəkildə hər bir şagird oturuşuna, duruşuna, danışığına, qanunvericilikdə müəyyən edilmiş tələblərə uyğun hərəkət etməlidir. Yəni təlim-tərbiyə prosesi ilə bağlı qaydalara hər birisinə əməl etmək onun vəzifəsidir. Deməli, təhsil alanların vəzifələri də bu qədərdir, bura kimikdir. Sonra təhsil verənlərin hüquq və vəzifələri gəlir. Təhsil verənlərin hüquq və vəzifələri var. Ondan aşağıda da valideynlərin hüquq və vəzifələri var. Biz dedik ki,
təhsil alan şagirddir, təhsil verən müəllimlərdir. Təhsil verən də hüquq və vəzifəsi həmçinin şagirdəki kimidir. Öz hüququndan istəsə istifadə edə bilər, istəsə istifadə edə bilməz. O onun hüququdur, özünə verilən seçimdir. Amma vəzifəni mütləq şəkildə yerinə yetirmək borcludur, onu yerinə yetirməlidir. Deməli, təhsil verənlərin hüquq və vəzifələri Azərbaycan Respublikası Konstitusiyası, bu qanun və digər normativ hüquqi aktlar Azərbaycan Respublikası tərəfindən tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işə götürənlərlə təhsil verənlər arasında bağlanan əmək müqaviləsi ilə tənzimlənir. Hər bir işçi ilə işə götürən arasında bağlanan əmək müqaviləsinə görə o öz işçi olaraqdan öz işini layiqincə yerinə yetirməyə borcludur. Deməli, təhsil verənin hüququndan danışırıq. Biz dedik ki, təhsil verən müəllimdir. Onun hüququndan danışırıqsa, deməli bir sözlə hüquq deyəndə belə başa düşürdük ki, onun istəyidir, tələbidir, onun dövlətin ona verdiyi səlahiyyətidir dedik də. Deyir ki, təhsil verənin hüququnda normal əmək, elmi pedaqoji iş və təhsil şəraiti müasir standartlara cavab verən texnologiyalara təmin olunmaq. Hər bir təhsil verən öz işlədiyi təhsil müəssisəsində daha gözəl olması üçün, daha rahat olması üçün müasir standartlara cavab verən texnologiyalara təmin olunmaq hüququ var. Sonra deyir ki, təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasına fəal iştirak etmək, təkliflər irəli sürmək, bu da təhsil verənin hüququdur. Sonra deyir ki, tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris metodik vasitələrə təmin olunmaq, bu da təhsil verənin hüququdur. Məsəl üçün biz dedik ki, ilk öncə tapırıq ki, bu təhsil verənin, bu oxuduğumuz birinci kimə aiddir? Şagirdənmi, valideynə, müəlliməmi? Tapırıq ki, bu müəllimə aiddir, təhsil verən aiddir və bunun hüququdurmu, vəzifəsidirmi? Deməli, bu hüququdur. Deməli, əgər bu irəli sürmək deyirsə, seçmək deyirsə, təmin olmaq istəyirsə, tələb edirsə, bu demən nə olur? Bunun hüququ olur. Deyir ki, tədris formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris metodik vasitələrlə təmin olmaq. Hər bir müəllim öz dərs saatında, məsəl üçün, öz iş yerində tədrisin formasını, metodlarını özü sərbəst seçə bilər. Heç kəs qarışa bilməz. Yəni, məsəl üçün, 45 dəqiqə müəllimə aiddirsə, o dərs keçdiyi zaman iş formasını, iş üsulunu özü istədiyi kimi seçə bilər. Yəni, kimsə gəlib müdaxilə edə bilməz, göstəriş verə bilməz ki, sən niyə belə keçdin, niyə belə keçmədin? Onun hüququdur. Özü istədiyi iş forması, üsulunu seçə bilər, özü istədiyi metodu seçə bilər və elə keçə bilər. Baxın, deməli, şərəf və ləyaqətə hörmətlə yanaşılmasını tələb etmək. Mən bayaqlarım təhsil alanların, şagirdlərin vəzifələrində danışdım ki, bundan hər bir şagirdin vəzifəsidir ki, hər bir təhsil pedaqoji işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşsın. O, şagirdin vəzifəsidir. Baxın, amma indi burada şərəf və ləyaqətə hörmətlə yanaşılması həm təhsil verənin hüququnda var, həm vəzifəsində var. Biz elə bunun hüququndan oxuyaq, vəzifəsində də yadınızda saxlayın bu hissəni. Deməli, o vəzifəsində də var. Deməli, biz hal-hazırda təhsil verənin hüququndan danışırıq. Deyir ki, şərəf və ləyaqətlə hörmətlə yanaşılmasını tələb etmək. Hər bir müəllimin hüququdur, hər bir təhsil işçisinin hüququdur ki, o, həmçinin iş yoldaşlarından, həm də şagirdlərdən onun şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Əgər ki, kimsə bir yanlış söz deyərsə, hərəkət edərsə, o anındaca reaksiya verməlidir, o danışığa, o söhbətə ki, və onun şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etməlidir. Bu, bunun hüququdur. Sonra təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələri seçmək və seçilmək, bu da müəllimin hüququdur. Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək onun hüququdur.
öz seçimi istəyidir. Sonra deyir ki, təhsil prosesini uzun müddət qüsursuz çalışan və onun elmi pedaqoji həyatında mühüm xidmətləri olan professorlarla aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla akademik və inzibati vəzifələrin azad olunmaq şərti ilə məsləhətçi professor vəzifəsi tutmaq, o da onun hüququdur. Yəni biz dedik ki, hüquq hər bir kəsin öz istəyidir, öz seçimidir, dövlətin verdiyi səlahiyyətdir. Biz hüquqlardan qurtardıq, gəldik indi təhsil verənin vəzifəsinə baxırıq. İndi görək vəzifələrinə necədir. Deyir ki, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək. Əlbəttə ki, qayda qanunlarımıza uyğun olaraq dövlətin qoyduğu vəzifəni yerinə yetirmək lazımdır və təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək təhsil verənin, müəllimin, təhsilçinin vəzifəsidir. Biz artıq vəzifədən danışırıq. Bax, burada iştirak etmək deyir. Sən iştirak etməlisən. Cümlənin sonuna fikir verin. Sonra deyir ki, təhsil proqramlarını, kurikulumların mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək. Məsəl üçün, sən əgər təhsil verənsənsə, dövlətin qoyduğu yeni təhsil metodlarına uyğun olaraq onların təhsil proqramlarının mənimsənilməsini təmin etməlisən və sən keyfiyyətli təhsil verməlisən. Bu sənin vəzifəndir. Sonra deyir ki, təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və Azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq. Deməli, təhsil verənin vəzifəsidir ki, hər bir təhsil alanın, biz dedik ki, hər bir təhsil alan gələcək cəmiyyətimizin bir üzvüdür, gələcəyimizə yararlı, yaxşı bir vətəndaş yetişdirmək üçün mütləq şəkildə məktəb həyatından daha diqqətli olmaq lazımdır, daha çox fikir vermək lazımdır. Hər tərəfli onların yaxşı bir vətəndaş kimi formalaşması üçün hər tərəfli onlarla danışmaq, daha diqqətli olmaq lazımdır ki, yəni biz dedik ki, gələcək cəmiyyətimizə yararlı bir insanlar yetişsin. Mən bayaq da dedim ki, hər bir şagird bizim gələcəyimizin atası, anası, həkimi, mühəndisi, yəni gələcək cəmiyyətimizin yararlı bir insanları kimi formalaşması üçün mütləq şəkildə təhsil alanlarda fəal vətəndaş mövqeyini formalaşdırmaq, onları vətənpərvərlik və Azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq hər bir müəllimin vəzifəsidir. Mütləq şəkildə müəllim buna riayət etməlidir, bu vəzifəni yerinə yetirməlidir. Yəni biz deyirik ki, Azərbaycan dövlətində yaşayırıq, vətənpərvər insanlarıq, vətənimizi, dövlətimizi sevməliyik, keçmişimizə hörmətlə yanaşmalıyıq, biz şəhidlərimizi hörmətlə anmalıyıq, dövlət başçımızı hörmətlə anmalıyıq, yəni ümumilli liderimizi hörmətlə anmalıyıq, yəni yada salmalıyıq. Prezidentimizə hörmət hissi ilə yanaşmalıyıq. Yəni, hər bir uşaqda vətənə qarşı, dövlətə qarşı sevgi ilə böyütmək lazımdır. Yəni, o sevgisiz böyüyən uşaqlar əlbəttə ki, gələcəkdə aqressiv, vətənə, dövlətə yararlı olmayan insanlar olur. Mütləq şəkildə ilk öncə ailədən daha diqqət yetirmək lazımdır uşaqların tərbiyəsinə, sonra da məktəbdə bunu müəllimlər davam etdirməlidirlər. Sonra deyir, təhsil alanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşər dəyərlərinə, cəmiyyət ətraf mühitə, hörmət və qayğı hissləri aşılamaq. Yəni, bayaq dediyim kimi, biz müstəqil bir dövlətdə yaşayırıq, konstitusiyası olan bir dövlətdə yaşayırıq. Mütləq şəkildə biz onları elə başa salmalıyıq, elə tərbiyə etməliyik ki, gələcəkdə cəmiyyətimizə yararlı insanlar olsunlar. Hər tərəfli ürəklərində sevgi hissi olsun. İnsanlara qarşı, heyvanlara qarşı,
hər tərəfli vətəninə qarşı, yəni onları başa düşmürlər. Onlar nə məsəl üçün desən ki, böyük sinif uşağıdır, baxırsan ki, uşaq ağlındadır. Tam olaraq başa düşmür nə isə. Onu başa salmaq lazımdır. Elə bil ki, tez-tez zaman-zaman vətənpərvərlik ruhunda hər tərəfli, hər addım başı olaraq danışmaq adət-ənənələrimizdən, milli bəşər dəyərlərimizdən hər tərəfli daimi onlara məlumatlandırmaq lazımdır ki, onların fikrində dövlətə qarşı, vətənə qarşı insanlara sevgi, qayğı hissi formalaşsın da. Məsəl üçün mən dəfələrlə rastlaşmışam ki, ailə içərisində hər hansı bir problemi olan uşaqlar çox egoist olurlar, çox aqressiv olurlar və ailəsində nəsə problem olmasa da, məsələn var ki, ata-anadan ayrılır, nəsə ailədə problem yaşayır uşaqlarda, uşağın tərbiyəsi ilə həyata bağlı, həyata qarşı sevgi hissi aşılanmır uşaqlarda. Çox aqressiv olurlar insanlara qarşı, heyvanlara qarşı, ümumiyyətlə. Bu da körpəlikdən uşaqda bu formalaşırsa, bu elə kök salır, qalır da. Böyüdükdən sonra da bu özü, necə deyim, özü düzələ bilmir də. Balaca vaxtdan ki, bu belə böyüyürsə, özü daha düzəlmir bu insan. Mütləq şəkildə balaca vaxtdan bunu düzəltmək lazımdır. Məsəl üçün ola bilər ki, bəlkə də ailədə təlim tərbiyə ilə bağlı uşaqlara heç nə deyilmir. Ya qardaş-qardaşla danışanda ana ortaya girib başa salmır, ya uşaq ataya söz qaytaranda. Yəni mən bəzən elə ailələrlə rastlaşmışam ki, inanırsınız, inanılmaz dərəcədə çox pis olmuşam ki, bir qız xeylağa atasına necə söz deyərsə, ana necə reaksiya verməz, həqiqi valla şahidi olmuşam, tanış insanlar olubdur ki, qızdır, evin bir qızıdır, ata işləyir, evə çörək gətirir. Həqiqi, yəni çox acığıma tutan bir hadisə olduğu üçün mən hər dəfə vurğulayıram. İnanılmaz dərəcədə qız dişinin dibindən çıxanı ataya deyir, baxın burada ana səssiz qalır. Ana düşünməlidir ki, ay qız, ay insan, bu sənin atandır, elə demək olmaz, böyük insandır, böyüklükdən başqa bu insan ata da səni yedirir, içirməsir. Yəni bu qanmırsa bu uşaq bunu başa salmaq lazımdır. Bu atasına belə deyən insan bəs cəmiyyətimizdə, gələcək cəmiyyətimizdə necə insan kimi ki ola bilər? Necə insanlara qarşı, heyvanlara qarşı, vətənimizə qarşı necə layiqli bir insan kimi yetişə bilər bu insan? Əlbəttə ki, uşaq vaxtından yönləndirmək lazımdır, başa salmaq lazımdır. Bəlkə də ola bilər ana valideyndir, başa salmırsa, ona görə də bizim məktəblərdə müəllimlərimizin ən böyük vəzifəsidir ki, təhsil alanlarda vətənimizə qarşı, dövlət rəmzlərimizə qarşı, dilimizə qarşı hər tərəfli onlara hörmət və qayğı hisslərini aşılamaq lazımdır. Bu ən böyük vəzifəsidir hər bir təhsil verənin. Deyir ki, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək hər bir müəllimin, hər bir təhsil verənin əlbəttə ki, vəzifəsidir. Biz etik davranış qaydalarından danışan dedik ki, bizim etik davranış, 6 etik davranış prinsipimiz var və hər bir pedaqoji işçi mütləq şəkildə etik davranış qaydalarına riayət etməlidir. Əgər onlara riayət etməsi müəyyən cəza tədbiri görə bilər. Mütləq şəkildə görürsünüz, bu təhsil verənin vəzifəsində də deyilir ki, hər bir təhsil verən mütləq şəkildə etik davranış qaydalarına riayət etməlidir, əxlaq normalarına riayət etməlidir, öz müəllim nüfuzunu yüksək tutmalı və ziyalılıq nümunəsi göstərməlidir. Müəllim hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. Yəni, harada da olsa öz müəllim kimi oturuşuna, duruşuna fikir verməli, nizam-intizam qaydalarına əməl etməlidir. Digərində də deyir burada, baxın, deyir ki, daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyasını yerinə yetirmək hər bir təhsil verənin vəzifəsidir. Bəli, mütləq şəkildə hər bir təhsil verən dedik ki, özünü hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. O təhsil verən kimi oturuşuna, duruşuna, harada da olsa özünə
fikir verməlidir. Mütləq şəkildə hər bir təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etməlidir və biz bilirik ki, işçi ilə işə götürən arasında bağlanan əmək müqaviləsinə görə orada müəyyənləşdirilmiş əmək funksiyası hər bir işçinin əmək funksiyası əmək müqaviləsində qeyd edilir və hər bir işçi də mütləq şəkildə öz əmək funksiyasını yerinə yetirməlidir. Mütləq şəkildə o əmək funksiyasını yerinə yetirmək hər bir təhsil verənin vəzifəsidir. Baxın, şərəf və ləyaqətə çatdıq. Deyir ki, təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək. Biz bunu 3 dəfə burada vurğuladıq. Birinci, təhsil alanın vəzifəsində var idi ki, təhsil verənin şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Hər bir təhsil alan, hər bir şagird. Sonra biz ikinci dəfə rastlaşdıq. Təhsil verənin hüququnda. Hər bir təhsil verənin hüququdur ki, özünün şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək. Məsələn, mən bir təhsil verən olaraqdan öz şərəf və ləyaqətimə hörmətlə yanaşılmasını tələb edirəm. Bu mənim hüququmdur. Həmçinin də mənim bir müəllim olaraq da mənim vəzifəmdir ki, hər bir təhsil alanın şərəf və ləyaqətinə hörmətlə yanaşmalıyam. Burada vəzifə kimlikdə göstərilir. Məsəl üçün, bir müəllim kimi mən hər bir şagirdə hörmətlə yanaşmalıyam, onun şərəf və ləyaqətinə hörmət etməliyəm, şərəf və ləyaqətinə alçaldıcı söz deməməliyəm. Əgər mən bunu deyərəmsə, mən ümumiyyətlə birincisi etik davranış prinsiplərinə görə mədəni davranış prinsipini pozmuş olaram. Sonra da mən öz vəzifəmi yerinə yetirməmiş olaram. Ona görə də mən hər bir təhsil alanın şərəf və ləyaqətinə hörmətlə yanaşmalıyam. Hər bir təhsil alanın vəzifəsidir bu. Sonra deyir ki, uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyinin və sağlamlığının müdafiəsində iştirak etmək. Məsəl üçün, bir təhsil verən, ümumiyyətlə bir təhsil müəssisəsində bütün təhsil verənlər hər tərəfli fəaliyyətdə olmalıdırlar da. Hər bir kəsə aiddir ki, bu. Ola bilər ki, məsəl üçün, bugünkü gündə bullyingə məruz qalan uşaqlar olur. Var ki, bullying, var ki, istədən, məsəl üçün, planlaşdırılıb olan bullying olur. Nətər deyim, istəmədən olan bullying baş verə bilir. Yəni, gözləmədən təsadüf halında olan bullyinglər baş verə bilir. Yəni, məsəl üçün, ola bilir ki, görürsən ki, yəni şagird hansısa bir təhlükədədir. Ya, nə bilim, nəsə bir fiziki zorakılığa məruz qalır. Onları mütləq bütün bu formalarından qorumaq lazımdır. Onları başa salmaq lazımdır. Məsəl üçün, bugünkü gündə zəmanəyə görə bəzən oğlan uşaqlarında siqaret çəkmək alışqanlığı olur. Onları mütləq şəkildə bu vərdişdən yayındırmaq, çəkindirmək lazımdır. Yəni, onların təhlükəsizliyi üçün, sağlamlığının mühafizəsi üçün hər tərəfli onlara kömək etmək lazımdır. Ona görə də deyir ki, uşaq və gənclərin fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyini və sağlamlığının mühafizəsində iştirak etmək hər bir təhsil verənin vəzifəsidir. Deməli, bu mənim danışığım uzun çəksə də, burada təhsil alanın, təhsil verən və valideynin hüquq və vəzifələri mən bir yerdə danışmağım üçün mən bunu ayıra bilmirəm, bir-biri ilə bağlıdır. İndi biz danışırıq hələlik təhsil verənin vəzifəsindən danışırıq. Deyir ki, ixtisas və elmi pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər sinifdən kənar və məktəbdən kənar tədbirlər keçirmək hər bir təhsil verənin vəzifəsidir. Sonra deyir ki, valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq. Məsəl üçün, bugünkü gündə bizim dövrümüzün tələbinə görə mütləq şəkildə hər bir valideyn, şagird və müəllim üç bucağı var. Şagird, müəllim, valideyn üç bucağında hər bir valideyn mütləq şəkildə müəllimlə əməkdaşlıq etməlidir. Müəllim də valideynlə əməkdaşlıq etməlidir. Yəni, burada
mütləq şəkildə bu olmalıdır. Ona görə ki, həmçinin burada həm şagirdin təlim nailiyyəti ilə bağlı ola bilər, həm təlim tərbiyəsi ilə bağlı ola bilər bu əməkdaşlıq. Yəni bu əməkdaşlığı mütləq şəkildə sıx olması lazımdır. Dediyim kimi həm təlim nailiyyətinin irəliləməsi ilə bağlı ola bilər. Ola bilər ki, bunun təlim tərbiyəsi ilə bağlı ola bilər. Məsəl üçün, hansısa bir uşağın yüksək nəticəsi varsa, yaxşı oxuyursa, bu demək deyil ki, bu valideynlə əlaqə saxlamamalısan, daha bu yaxşı oxuyur. Niyə ki? Valideynlə əlaqə saxlamaq lazımdır, bildirmək lazımdır. Yəni, öz övladının nailiyyəti barədə məlumatlansın, sevinsin. Niyə də bildirməməliyik ki? Məsəl üçün, ola bilər ki, şagird yaxşı oxumursa, passivdirsə, mütləq şəkildə yenə də valideynlə əməkdaşlıq etmək lazımdır. O üç bucağı mütləq şəkildə qurmaq lazımdır ki, yəni o arada olan boşluq doldurulsun, şagirddə olan oxumamağı, tənbəlliyi aradan qaldırılsın. Mütləq şəkildə valideyni məlumatlandırmaq lazımdır. Bəzən də ola bilər ki, şagirdlərdə hər hansı bir problem ola bilər. Məsələn, şagird məktəbə gəlir, başqa cür olur, amma evdə başqa cür olur. Deyirsən ki, valideyni sənin övladın belədir. Deyir, yox, evdə elə deyil. Mənim uşağım sənə danışsan, belədir, belədir. Yəni, ona görə də bəzən evdə ola bilər ki, uşaq özünü çox sakit aparsın, dürüst aparsın, amma məktəbə gəlin o qədər dəcəl olsun, o qədər şuluq olsun ki, yəni bezdirici olsun, müəllimləri yorucu olsun da. Ona görə mütləq şəkildə valideynlə danışmaq, bu halı, bu vəziyyət ona bildirmək lazımdır ki, vaxtında yoluna qoysun valideyn. Bəlkə ola bilər ki, bəzi uşaqlarda hansısa bir psixoloji problemi var. Mütləq şəkildə valideyn bunu bilməlidir ki, vaxtında psixoloqla əlaqə saxlasın, həkimə aparsın, yəni bu problemi aradan qaldırsın. Ona görə də valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq mütləq şəkildə hər bir müəllimin, hər bir təhsil verənin vəzifəsidir. Sonra deyir ki, təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsil alanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq hər bir müəllimin vəzifəsidir. Bəli, təhsil müəssisəsinin rəhbərliyi ilə mütləq şəkildə əlaqə yaratmalıdır hər bir müəllim. Hansısa uşaqdan dediyim kimi də, məsəl üçün elə uşaq var ki, yəni bugünkü gündə, məsəl üçün, mən 20 ildir məktəbdə müəllimə işləyirəm və cürbəcür xasiyyətdə, xarakterdə hər cür uşaqlar rastlaşırıq. Danışığı ilə, oturuşu ilə, duruşla, hər nəsə də rastına çıxır. Yəni, bəzən elə ola bilir ki, elə şagirdlər ola bilir ki, mütləq şəkildə müəssisə rəhbərinə, ilk öncə bu psixoloqla əlaqə saxlamaq lazımdır ki, o uşaqla maraqlansın. Sonra onlarla ona görə əməkdaşlıq etmək lazımdır, məsləhətlər aparmaq lazımdır. Sonra ehtiyac olarsa müəssisə rəhbərinə demək lazımdır, anasına, valideyninə. Yəni, həmçinin də psixoloji problem olmasa da onların təlimi ilə, inkişafı ilə də bağlı məsləhətlər aparmaq mütləq şəkildə hər bir müəllimin borcudur. Hansı vəzifə idi bu? Təhsil müəssisəsinin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsil alanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq hər bir müəllimin vəzifəsi sayılır. Deməli, deyir ki, qanunvericilikdə müəyyən edilmiş qaydada attestasiyadan dövlət ümumi təhsil məsələlərində, ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil məsələlərində sertifikatlaşmadan keçmək. Yəni, biz bugünkü gündə görürük ki, dövrün tələbinə görə hər bir müəllim, məsəl üçün, sertifikasiya imtahanına cəlb edilir. Hər bir mütləq şəkildə sertifikasiya imtahanında iştirak etmək hər bir müəllimin vəzifəsidir. Baxın, bu testlərdə düşəndə, məsəl üçün, bir dəfə mən danışdım, bir-iki dəfə, məsəl üçün, səsimi dinləyə bilərsiniz, bir-iki dəfə də siz həmən materialı oxuyarsınız, sonra da test işlədiyinizdə özünüz də görəcəksiniz ki, bunu necə ayırda bilirsiniz. Amma hələ ilk təzə olduğu üçün, ilk dəfə dinlədiyiniz üçün, siz ola bilər ki, tam olaraq bunu bir-birindən ayıra bilməzsiniz. Yəni, deyir ki, qanunvericilik nəzərdə tutulmuş qaydada hər bir müəllimin sertifikasiyadan keçmək vəzifəsi sayılır. Yəni, mütləq şəkildə o sertifikasiyadan keçməlidir. Bu, dövlətin qoyduğu qanundur, qaydadır
Bu vəzifədir. Biz indi çatdıq maddə 34-də valideynlərə və digər qanun nümayəndələri hüquq və vəzifələrinə. Biz dedik ki, hüquq dövlətin verdiyi səlahiyyətdir. İstədiyimiz kimi edə bilərik, istəsək etmərik, kimsə qarışa bilməz buna, amma vəzifəni isə mütləq şəkildə etməliyik. Bu bizim boynumuzun borcudur və biz burada bir də qanuni nümayəndə sözünə rastlaşdıq. Məsələn, valideyn dedik ki, valideyn övladını dünyaya gətirən, baxan, böyüdən bir insandır. Ata, ana, valideyn sayılır da hər bir övladını böyüdən. Baxın, bəs burada qanuni nümayəndə kimdir bəs? Qanuni nümayəndə də deməli, ola bilir ki, övladlığa kimisə himayəsinə götürür, baxır, qəyyumluğunda götürür. Ola bilir ki, övladlığa uşaq götürür. Yəni, uşaq evindən övladlığa uşaq götürürsə, həmin bu himayəsində uşaq olan kəs, kimsə qəyyumluğunda olan kəs, övladlığa uşaq götürən kəs valideyn deyilmir. Bunlara qanuni nümayəndə deyilir. Yəni, qanuni nümayəndə deyəndə belə başa düşə bilərsiniz. Deməli, indi biz baxırıq burada valideynlərə və digər qanuni nümayəndələr hüquq və vəzifələrinə. Deməli, valideynlərin və digər qanun nümayəndələrin təhsil sahəsində hüquqları bunlardır ki, yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək. Məsələn, yetkinlik yaşına çatmayan övladlarını qəyyumluğunda və himayəsində olan şəxslər üçün təlim-tərbiyə müəssisəsini seçmək. Hər bir valideynin, hər bir qanuni nümayəndənin hüququdur ki, hüquqdan danışırıq da, onların hüququndan danışırıq. Onların hüququdur ki, istədiyi təhsil müəssisəsini seçsin. Övladı üçün istədiyi bağçanı seçə bilər, istədiyi institut, universitet, istədiyi məktəb təhsil müəssisəsini seçə bilər. Bu seçim onundur, onun hüququdur, özü bilər. Kimsə qarışa bilməz. Amma bayaq dedim ki, amma o övladını təhsildən yayındırırsa, mən məktəbə qoymuram deyirsə, o bunu edə bilməz. Övlad sənin ola bilər, həmçinin də səninlə yanaşı, həmçinin dövlətin də övladı sayılır o. Yəni, əgər sən məktəbə qoymuram deyərsənsə, cəza tədbiri görülə bilər. Yəni, ola bilməz ki, bu sən öz övladımdır deyib istədiyin ağır işlərdə işlədəsən. Sonra deyir ki, deyir ki, təhsil prosesinin təşkili, tədrisi keyfiyyətini, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranış haqqında məlumat almaq. Bəli, hər bir valideynin hüququdur ki, məktəbdə keçirilən dərs prosesi ilə, təhsil prosesinin təşkili ilə maraqlansın, məlumat alsın, tədrisin keyfiyyəti ilə maraqlansın, övladlarının dərsə davamiyyəti ilə maraqlansın, təhsilə marağı və davranış haqqında məlumat alsın. Bu, hər bir valideynin hüququdur. Biz dedik ki, bayaq dediyim kimi, valideyn, müəllim və şagird üçbucağı vardır ki, mütləq şəkildə şagirdin daha yaxşı nizam-intizamlı olması üçün, daha yaxşı oxuması üçün, daha yaxşı məsuliyyətli olması üçün mütləq şəkildə bu üçbucağı təşkil etmək lazımdır. Bu da təşkil edilməsi də mütləq şəkildə aktiv hərəkət edən valideynlər və müəllimlərdən irəli gəlir ki, bu üçbucağı davamlı olaraq təşkil edilsin, boşluqlar yaranmasın. Deməli, baxın, məsəl üçün, hər bir valideyn məktəbə gələ bilər, təhsil prosesinin təşkilinə maraqlanar, hüququdur, keyfiyyəti ilə maraqlanar, məsəl üçün, dərsə davamiyyəti ilə maraqlanar deyəndə, ola bilər, bəlkə uşağı bu məktəbə göndərir, uşaq məktəbə getmir, başqa yerə gedir, mütləq şəkildə maraqlanmalıdır ki, görüm, həqiqətən mənim övladım məktəbə gedir, davamiyyəti nə dərəcədir, necədir, yəni onun davranışı necədir, inanırsınız. Əziz xanımlar, deməli, valideyn iclası keçirəndə, inarsınız, elə valideyn olur, illə məktəbə çağırıb gətirə bilmirsən, illə məktəbin üzünü görməz, gəlməz. Amma elə valideyn də var, görürsünüz, gündə gün aşı məktəbdədir, maraqlanır, övladı ilə gəlir, gedir. Yəni, valideyn hissi mənə elə gəlir ki, övladı üçün üzərində məsuliyyəti hiss etmək lazımdır. Bu, belə valideynlər görəndə mənə maraqlı gəlir. Necə ola bilər ki, yəni, il ərzində valideyn məktəbə gəlmir, hətta iclasa da gəlmir bu insan. Mən bir dəfə valideyn iclası keçirəndə dəvətnamələr paylamışdım. Necə dəvətnamə? Oturmuşdum kompüterdə, yazmışdım. Sinifdə 30 uşaq var, 30'una da. Hamının özdə bir adı ilə, kopirovat elə kopya eləməmişim. Bir ad var. Məsələn, ay valideyn, sizi filan günü iclasa dəvət edirəm. Bir həftə qabağa da deyirəm, nə işiniz varsa həmən günü görün.
görün, arxayın olun, gəlin. Yəni bu dərəcədədir valideynlərin övladları ilə gəlmir maraqlanmaları. Məsəl üçün bu məktəbə gəlib maraqlanmırsa, demək valideyn, demək ki, bu evdə də heç maraqlanmırdı uşağı ilə, bu deməkdir də. Sonra deyir ki, təhsil alanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasını iştirak etmək. Dedik ki, hər bir təhsil alanın, təhsil verənin, valideynin hüquq və vəzifəsi var. Əlbəttə ki, bu təhsil alanın da hüququ vardır. Biz bilirik bunu. Valideyn də öz övladının hüququnu müdafiə etmək onun hüququdur. Məsəl üçün, mən bir valideyn olaraqdan baxıram ki, mənim uşağımın hüququ pozulursa, xəbər tuturam ki, bəs bu mənim uşaq bu gün məktəbə getdi, bu oldu. Bəs burada mənim uşağımın hüququ pozulur axı. O uşaq da başa düşmür, bəlkə də öz hüququnu tələb etmir, amma mən valideyn olaraq da mən bilirəm axı bu uşağın bu hüququdur. Onu mən bir valideyn olaraqdan həmən uşağımın, övladımın hüququnu müdafiə etmək mənim hüququmdur. Başa düşürsünüzmü? Həmçinin təhsil müəssisəsinin idarə olunmasına iştirak etmək deyəndə, burada mən məsəl üçün idarə olunmaq deyəndə biz belə başa düşürük ki, təhsil müəssisəsi idarə olunması yalnız məktəb rəhbərinə aiddir, direktoruna aiddir. Burada da o demək deyil ki, məktəb rəhbəri kimi idarə edəsən demək deyil. Yəni təhsil müəssisəsi idarə olunmasına iştirak etmək, yəni o idarə olunmada hansısa tədbirlərdə iştirak etmək, ola bilər ki, iclaslara da istəyindən qatılıb iştirak etmək, öz irad və təkliflərini irəli sürmək, yəni bu baxımdan deyir. Sonra deyir ki, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək. Hər bir təhsil müəssisəsində dedik ki, valideyn əməkdaşlıq etməlidir. Bayaq dedik bunu, müəllimlə mütləq şəkildə öz övladının gələcəyinin yaxşı olmağını düşünən valideyn, gələcək cəmiyyətimizə yararlı bir vətəndaşın yetişməsini istəyən valideyn, yaxşı oxumağısı üçün çalışan valideyn mütləq şəkildə təhsil müəssisəsi ilə bəli, əməkdaşlıq etməlidir. Təhsil prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək ola da bilər, olmaya da bilər də. Məsəl üçün dedik ki, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək də hüququdur. Burada baxın nədən danışılır? Bəli, hər bir valideyn təhsil müəssisəsi ilə əməkdaşlıq etmək hüququdur. Bunu etməlidir valideyn öz yaxşılığı üçün, övladın gələcəyi üçün. Bir də burada vurğuluyum, baxın, vergüldən sonra deyir ki, təhsil prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasını yaxşılaşdırması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək. Məsəl üçün, bugünkü gündə 5-ci sinif şagirdləri, valideynlər yığılırlar, deyirlər ki, bu il biz sinifə lövhə alacağıq və yaxud biz sinifə nəsə alacağıq. Maddi-texniki baza çatışmamazlığı var da, burada lövhə, stol, maddi-texniki tədris bazası sayılır da. Biz məsəl üçün bu il yığılıb sinifə məsəl parta alacağıq. Baxın, bu maddi-texnik bazanın yaxşılaşdırılması üçün təkliflər irəli sürmək. Bax, burada könüllü yardımlar etmək deyil. Bax, könüllü yardım etmək. Məsəl üçün, mən bir valideyn olaraqdan gətirirəm bu pulu, qoyuram bura, deyirəm, ay uşaqlar, məsəl üçün, bu sinifə, nə bilim, kraska vuraq, pərdə ala bilər. Bu könüllü yardımdır. Yəni bir valideyn olaraq da mən bunu istəsəm edərəm, istəsəm hüququmdur da, hüququdur. Yəni məsəl üçün əgər sinifdə sinif remontuna pul yığılırsa, hansısa valideyn gətirir, verir, hansısa valideyn vermirsə, özü bilər, verməyə bilər. Heç kəs bunu məcbur edə bilməz. Onun hüququdur. O könüllü yardım istəsə edər, istəsə etməz. Məsəl üçün pul yığan, verən adam da öz könüllü ilə verir da, istəyərəkdən verir. Məsəl üçün, əlbəttə ki, öz təhsil müəssisəmizdən götürürəm, mən deyirəm ki, məsəl üçün, bizim məktəbimizdə heç bir şeyə pul yığılmır. Ümumiyyətlə, heç vaxtı yığılmayıb da. Yəni, yığmırıq, niyə? Məsəl üçün, dövlət kitabı verir, pulsuz verir, kitabları var uşaqların hər tərəfli. Pul yığmağa heç bir şeydə ehtiyac olmur, yığılmır. Sinif remontu da ki, elə məktəb tikiləndən dövlət nə eləyibsə, elə biz ondan kifayətlənmişik. Məsəl üçün deyirəm də, burada bizim hüquq və vəzifələrimizdə göstərir ki, hansısa valideynin hüququdur, könüllü yardım etmək hüququdur. Məsəl üçün,
Biz burada sona çatdıq. Burada valideynlərin hüquqları bu qədər idi. İndi valideynlərin biz gəlin vəzifələrinə baxaq görək ki, valideynin hüququ bunlar idi. Bəs valideynin vəzifəsi nə ola bilər? Yəni bir valideyn olaraqdan bu vəzifələr çox azdır, qısadır. Demək bir valideyn olaraqdan vəzifəsi nədir? Övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari, ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq. Hansı ki, mən bayaq deyirdim ki, övladının məktəbini seçə bilərsən, sən istədiyi məktəbə qoya bilərsən, amma sən təhsildən yayındıra bilməzsən. Baxın, bu vəzifədə də ondan danışır. Bu vəzifədə də onu deyir ki, bir valideyn öz övladının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmalıdır. Onun icbari ümumi orta təhsil almasına təmin olması və mənəvi yetkinliyi üçün məsuliyyət daşıyır o. Yəni mütləq şəkildə o övladının məktəbə gəlməsini təmin etməlidir. Onun məktəbə gəlməsi üçün şərait yaratmalıdır. Əgər o bu şəraiti yaratmırsa, bunun üzərində o məsuliyyət daşıyır. Sonra deyir ki, övladlarını humanistlik, vətənpərvərlik, Azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli, mənəvi və ümumbəşər dəyərlərinə, hörmət ruhuna tərbiyə etməlidir. Əlbəttə ki, hər bir uşaq beyni çox təmiz, saf olur. O uşaq kiçik vaxtından formalaşır. Mütləq şəkildə ailədə uşaq formalaşmalıdır. Ailədən sonra da məktəbdə davam etdirilməlidir bu təlim-tərbiyə prosesi. Ona görə də mən bayaq da vurğuladım, əziz xanımlar. Bəzi ailələrdə valideyn diqqətsizliyi olur. Həqiqətən o qədər diqqətsizlik olur. Elə valideyn gəlir məktəbə deyir ki, mənim övladım filan sinifdə oxusun, bu qrupda olsun, müəllimi də bu olsun, bu müəlliməni seçirəm də, bu mənim istəyimdir, belə olsun. Bəli, bu olur. Valideyn hüququ bu seçdi oldu mu? Amma inandırım sizi, uşaq məktəbdən evə gedəndən sonra ya kitabından maraqlanır. Ay oğul, abala nə keçdin, nə oxudun? Müəllim nə keçdi? Gəl baxaq görək nə oxuyasan? Heç nə. Demək, bu demək deyil, sən məktəb istədiyini seçdin, istədiyi müəllimi seçdin, sinifsi. Bəs bunun arxası var. Övladla maraqlanmaq lazımdır. Onu hər tərəfli oturuşuna, duruşunda diqqət yetirmək lazımdır. Baxın, belə olanda da uşaqda məsuliyyət olur. Uşaqda da bəzən inandığımız elə uşaqlar var ki, o qədər potensiallı uşaqlardır. Baxırsan ki, oxuyası uşaqdır, amma oxumur. Niyə? Ona görə ki, valideyn diqqətsizliyi var. İndi yazıq müəllim neynəsin? Məktəbdə dərs keçir uşağa, evində də mi geçsin uşağa dərs oxusun? Bəs evdə artıq nəzarət valideynə düşür axı. Evdə valideyn nəzarət etməlidir buna. Baxın, inandırım sizə, çox uşaqlarla rastlaşıram. O qədər potensialı olan uşaqdır, inanılmaz dərəcədə. Amma baxırsan ki, uşaq valideyn səhlənkarlığından, uşaq diqqətsizlikdən oxumur. O uşaq başa düşmür gələcək həyatını, oxumağı nədir, nə deyil. Onun kitabdan uzaqlaşır, kitab açmaq, oxumaq yorucu olur. Amma gündəlik valideyn üzərinə düşərsə, davamlı ona diqqət yetirərsə, o elə bil ki, oxumağa yönlənir də, o vərdişdən kənarlaşmır. Ona görə mütləq şəkildə valideynin övladına diqqət yetirməsi, onun vətənə qarşı vətənpərvər olması, əməksevər olması, öz dilinə, ədəbiyyatına, tarixinə hər tərəfli hörmətlə yanaşılması lazımdır. Məsəl üçün, baxın, mən öz evdə oturanda, indi məsəl üçün televizoru açırıq, o qədər verilişlər, kanallar, nələrsə var. Mən nə vaxt televizorun qarşısına otursam, hansı ki, yarışlar, zehni, yəni yarışlarla açdırıram. Niyə? Ona görə ki, elə belə də mən kənarda gəzən, orada uşaq açır, nəsə motivimə zada baxır, öyrədici nələrsə baxmağa yönləndirirəm də, diqqət yetirirəm ki, uşaq nəyə baxır. Mütləq şəkildə hər bir valideynin belə olmalıdır. Bilirsinizmi necədir? Hər yaş dövrünə görə uşağın bir vaxtı var. Balaca vaxtından o uşaqda o tərbiyə aşılanmırsa, o qaydasına, yoluna düşmürsə, böyüdükdən sonra çox çətin olur. Valideynin sözünə baxmalılar, yekə başlıq, dik başlıq edir uşaqlar. Valideyn sonra pis vəziyyətdə qalır. Mütləq şəkildə bunlara əməl etməsi lazımdır. Bir də ki, məsəl üçün, ən əsası da uşaqlarda bu var ki, deyir ki,
bir uşaq bir şeyi elədisə, mütləq şəkildə onun yoluna qoymaq lazımdır. Əgər uşaq o hadisəni törətdisə, ola bilər nəsə oğru elədisə, lap uşaq olmasın, böyük insan olsun, oğurluq elədisə, uşaq nəsə pis bir hərəkət, bir söz dedisə, düzgün olmayan mütləq şəkildə həmən günübət, həmən anındaca bunu yoluna qoymaq lazımdır. Ya psixoloqa demək, valideynə demək, direktora demək, ola bilər ki, həmən oğurluq edən şəxs hər kimsə də onu belə axırına çatmaq ki, bir də bu işi təkrarlanması üçün addım atmasın da. Baxın, həmən uşaq, həmən insan birinci dəfə o işi elədisə, o hərəkəti elədisə, əlbəttə ki, bu bunun təqsiridir, bu bunu edib. Amma bu bunu ikinci dəfə edirsə, onda bu valideynin təqsiri olur. Ona görə ki, valideynin təqsiri. Birinci dəfəsində eləyəndə uşağın təqsiri idi, bu başa düşmədi, elədi. Deməli, bunu elədi, bunu yoluna qoymadı, ötəsindən gəlmədi də bu bunun. İkinci dəfə eləyəndə daha onda uşağın təqsiri olmur, bu onda valideynin təqsiri olur ki, bəs ay valideyn, sən bunu uşaq birinci dəfə eləyəndə bunu ötəsindən gəlmədi, yoluna qoymadın, bəs onda uşaq buna elədi, onda bu sənin təqsirindir. Yəni həqiqətən mən bugünkü gündə vallah çox uşaqlarla rastlaşıram, məhəttəl oluram ki, bir ailədə necə ola bilər ki, o cür uşaq tərbiyə edələr. Bu özlərinin mi ailəsindən görəsən bu cür tərbiyə ilə gəliblər? Başa düşə bilmirəm də. Yəni anlam verə bilmirəm. Ata-ana anlayışı, ataya, anaya hörmət, tərbiyə bu necə formalaşır bu ailələrdə? Mən çox istərdim ki, mütləq şəkildə balaca yaşanan uşaqlara, böyüyə qarşı hörmət, sevgi, qayğı olsun. Deməli, mən marşrutla, avtobuslarla rastlaşıram bu hallarla. Uşaqlar otururlar, böyüklərə yol vermirlər. Hətta valideyn nənə uşağı yanında oturtdurur. Baxın, yenə də bir ucu gəlir valideynə çatır da, nənəyə çatır da. Ay valideyn, sən axı böyük insansan, başa düşən insansan. Sən bu uşağı bugünkü gündə tərbiyə etməlisən ki, bax balam, böyük adam gəldi, görsən dur otursun da. Sən uşaqsan, heç olmaz qalx. Bu uşaq özü böyüyəndə də öz övladına bunu eləsin. Demək ki, bu valideyn də öz valideynindən belə görüb də davam, belə ardıcıl olaraq belə gedir. Bugünkü gündə həm də bizim övladlarımızın ən böyük problemi var ki, ən böyük qəbahət, pis cəhət budur ki, ərə uşağını bilən telefon alır verir və bu telefon uşaqları pis günə qoyur. Pis vəziyyətə salır ki, uşaqlar oxumaqdan uzaqlaşırlar. Yəni, nə bilim, tənbəlləşirlər. Ona görə də bir valideyn olaraqdan valideynin ən böyük vəzifəsidir. Baxın, övladını humanist, vətənpərvərlik, Azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli, mənəvi, ümbəşər dəyərinə hörmət ruhunda tərbiyə etmək. Bu, valideynin vəzifəsi sayılır. Digər vəzifə, təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq. Məsəl üçün, biz dedik, valideynsən, bəli, valideyn olaraqdan təhsil müəssisəsi ilə gələ bilərsən, əməkdaşlıq edə bilərsən, amma o demək deyil ki, hər hansısa nəsə problem yaşandısa, yəni nəsə oldusa, daxili intizam qaydalarına riayət etməməlisən, işgüzar nüfuzunu qorumamalısan. Xeyr, hər bir valideyn təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etməlidir, işgüzar nüfuzunu qorumalıdır. Bu, hər bir valideynin vəzifəsidir. Xanımlar, deməli bizim hüququ və vəzifələrimiz bu qədər. Təhsil alanların, təhsil verənlərin və valideynlərin, qanun nümayəndələrin hüquq və vəzifələri bu qədərdir. Səs yazımı göndərəcəm, dinləyərsiniz, materialda oxuyarsınız. İnşallah, ümidvaram ki, daha yaxşı öyrənə biləcəksiniz. Bu qədər. Səsim buradaydınız, yoxsa səssizlik olanda elə bilirəm ki, yoxsuz deyə. Yox, mən buradayam. Sizi bilmirəm nə qədər yorucu oldu, necə oldu. Mən artıq 1 saat 8 dəqiqədir danışıram bu haqda. Mən bunu axıra çatdırmaq istəyirdim ki, bunlar artıq bir-birilə bağlıdır bu hüquq və vəzifə. Mən